Salam, növbəti dərsimiz Azərbaycan tarixindən Azərbaycanda Səlcuqların hakimiyyəti. Ümumi tarixdə bildiyimiz kimi Səlcuqlar Oğuzların qınıq boyundan idilər. Səlcuq dövləti mövzu olduğu tarix 1038-ci ildən 1157-ci ilə qədər mövzu olmuşdur. Bu dövlət əsasən Mərkəzi Asiyada yaranmış, daha sonra isə Mesopotamiyaya qədər ərazilərini genişləndirmişdir. Həmçinin bu dövlətin içində Azərbaycan torpaqları daxil edir. Səlcuqlular hələ dövlət yaratmamışdan əvvəl bir növ dövlətə qədərki olan dövrdə 1015-ci ildə Çağrı bəyin başçılığı ilə Bizans üzərinə kəşfət yürüş etmişdir. Onlar Van gölü ətrafını, həmçinin ki Naxçıvanı Bizans erməni güclərinin hücumlarından qorumuşdular. 1028-ci ildə isə Səlcuqlular Qəznələrə qarşı üsyan edəndən sonra Xorasan vilayətində Səlcuqluların bir hissəsi, yəni Oğuzların bir hissəsi Azərbaycanın Rəvvanilər dövlətinə və Şəddadilər dövlətinə köçüb gəlmişdilər 1020-ci illərdə və 1030-cu illərdə. Və həmçinin biz Azərbaycan tarixində bilirik ki, 911-də Sillər bölməsindən Səlcuqlu Oğuzların 1020-ci illərdə və 1030-cu illərdə Rəvvanilər və Şəddadilər ərazisinin gəlməsi nəticəsində onların hərbi gücü artmış oldu. Daha sonra Səlcuqlular 1038-ci ildə Toğrul bəyin başçılığı ilə dövlət yaratmış oldular. Toğrulun hakimiyyəti 1038-1063-cü ilə əhatə edir. Dövlətin yarandığı şəhər Nişapurdur, yəni Nişapur ilk paytaxt olur. Daha sonra 1040-cı ildə Toğrul bəyin başçılıq etdiyi Səlcuqlular Dərmənkan döyüşündə Qəznəliləri məğlub edirlər. Ümumi tarixdən bilir ki, bu zaman Qəznəli hökmdarı Sultan Məsud idi. Dərmənkan döyüşü nəticəsində 1. Səlcuqlular qalib gəlir. 2. Qəznəlilər məğlub olur. 3. Dərmənkan döyüşü ilə Səlcuqlular Mərkəzi Asiyada əsas gücə çevirirlər. Ardınca isə döyüşün ertəsi gün Toğrul Sultan titulu qəbul edir. Biz anında inteqrasiya edirik. Müsəlman aləminin ilk sultanı bu Sultan Mahmud Qəznəlidir. Ardınca həmçinin Səlcuqlu hökmdarı Toğrul, həmçinin Azərbaycan tarixində Qızıl Arslan Sultan titulu qəbul etmişdir. Həmçinin Azərbaycan tarixində biz deyə bilərik ki, Uzun Həsən, Osmanlı tarixində isə Sultan 1. Murad. Daha sonra isə Mərv Qurultayı keçirilir. Mərv Qurultayının qərarına görə isə Səlcuqlular önəmli qərar verir ki, qərbə doğru, yəni Azərbaycana doğru, Bizansın İrana doğru yürüşlər etsinlər. Və Mərv Qurultayından sonra Azərbaycana doğru yürüşə başlayırlar. Və yeni tutulan əraziləri, yeni fəth olunan əraziləri idarə etmək üçün paytaxtı 1043-cü ildə Rey şəhərinə köçürürlər. Yəni ilk paytaxtı Nişapur, yarandığı şəhər, Toğrul, daha sonra paytaxtı 1043-cü Rey şəhərinə köçürür. Qeyd etməliyik ki, Səlcuqlular 1037-də, 1038-də və 1048-ci illərdə Azərbaycanın Şəddadilər dövləti ilə birləşərək Bizans erməni gücləri məğlubiyyətə uğratmışlar. 1054-cü ildə isə artıq Səlcuqlular Azərbaycana gələndə, yəni Cənub Qafqaza gələndə məqsəd Azərbaycanı fəth etmək idi. Əgər ki 1037, 1038-də Azərbaycanın ətrafını və həmçinin Azərbaycana gələndə məqsədləri Bizans erməni güclərini məğlub etmək idisə, artıq 1054-də məqsəd başqa idi. Bəs nəzər salaq, 1054-cü ildə Toğrul bəyin zamanında Səlcuqlular Cənub Qafqaza Azərbaycana gələndə burada vəziyyət necə idi? Burada feodal dağınıqlığı vardı. Cənub Qafqazda Azərbaycanda qeyd etməliyik ki, Kürün şimalında var idi Şirvanşahlar, Kür və Araz çayı arasında var idi Şəddadilər dövləti, Arazın yanında isə Rəvvadilər dövləti. Və Cənub Qafqazın digər feodal dövləti isə müsəlman əmirliyi idi. 1054-cü ildə Səlcuqlular Azərbaycanın Rəvvadilər dövlətini, Şəddadilər dövlətini, həmçinin də Cənub Qafqazın digər dövlət olan Tiflis müsəlman əmirliyini tabe etdi. Könüllü. Bunlar özləri istəyir. Qeyd etməliyik ki, bu zaman Rəvvadi hökmdarı Vəhsuban, Şəddadi hökmdarı Əbləsvat Şavu idi. Biz anında inteqrasiya 1054-cü il tarixinin ümumi tarixində. Həmin ildə nə olmuşdur? Kilsə iki hissəyə ayrılmışdır. Katolik kilsəsinə və pravoslav kilsəsinə. Həmçinin Sultan Toğrulun zamanında onun sərkərdələrində olan Qutalmış bəy Arvana daxil olaraq Şəddadilərlə birlikdə Bizansı məğlub edir. Həmçinin digər sərkərdə isə İbrahim İnal isə Azərbaycan daxil olmalı Qərbi İran və Qərbi İranı tutaraq həmçinin ardınca Dəzlər çayına doğru çıxmışdır. Yəni Dəzlər çayına qədər çatmışdır. Həmçinin ümumi tarixdən biz bilirik ki, Səlcuqlular 1055-ci ildə Bağdada fəth edirlər. Bununla da, yenə də gedirəm, ümumi tarixdən biz bunları bilirik. Bununla da İslam aləmində siyasi hakimiyyət Türklərin, Oğuzların əlinə keçmiş olur. Həmçinin Ərəb xəlifəsi, Abbasi xəlifəsi gedilir, Abbasilər, Əmənlər deyil. Toğrular Qərbi və Şərqin hökmdarlığı ünvanını, titulunu vermiş olur. Daha sonra hakimiyyətə gəlir Alparslan. 1063-1072. Alparslan ilk olaraq 1065-də
Azərbaycanda olan rəvvadələr dövləti varlığından son qoyur. Əgər sual olarsa ki, rəvvadələri asal-asan kimdir? Bu doğrudur. Əgər sual olar ki, rəvvadələr varlığından son qoyan kimdir? Bu Alparslandır, 1065-də. Ardınca Sultan Alparslan 1066-cı ildə Şamaxı şəhərini tutur və Şirvanşahlar dövlətini tabe edir. Bu zaman Şirvanşah hökmdarı Kəsranilər sülaləsində olan Fəribüzdür. Biz bunlara çox diqqət etməliyik. Şirvanşahları tabe edir 1066-da. Suallar ortaya çıxır. Həmin zaman Şirvanşahların paytaxtı hansıdır? Şamaxı. Həmin zaman hökmdar kimidir? Birinci Fəribüz və həmin zamanda hansı sual edən edir Şirvanşahları? Bu Kəsranilərdir. 1066-cı ildə Şirvanşahlar, yəni hökmdar Fəribüz, rəvvadi şərtlərdən fərqli olaraq Səlcuqlara könüllü təslim olmalı döyüşdür. Beləcə, Şamaxını tutan Səlcuqlar Fəribüzü şah tituluna məhrum etdilər. Ona daha kiçik titulan Məlik titulunu verdilər. Və həmçinin Fəribüz başladı Səlcuqlara vergi verməyə, xərac verməyə. 1066-cı ildə Şirvanşahların tabe edilməsinin mühüm əhəmiyyəti var idi. Belə ki, Səlcuqlular Azərbaycan fərqini tamamilə baş çatdırırlar. Həmçinin deyə bilərik ki, Azərbaycan vahid halda Səlcuqlu dövləti tərkibinə qatılmış olur. Biz anında inteqrasiya edirik ümumi tarixə. Həmçində nə olmuşdur? Aha, nələrə çatır? Diqqətimizi cəlb edir İngiltərə tarixi. Hastings döyüşü olmuşdur. Wilhelm İngiltərəni tutmuşdur və orada mərkəzləşmiş dövlətin əsasını qoymuşdur. 1066-cı ildə. Alparslan sözü ki, ən böyük uğuru Malazgirt döyüşüdür. 1071-ci ildə. Malazgirt döyüşü indiki Anadolu Türkiyə ərazisində olmuşdur. Bizans imperiyası ilə Səlcuqlar arasında bu zaman Bizans imperiyasının başçılığı Roman Diyogendir. 1071-ci ildə Malazgirt döyüşündə Səlcuqlu türkləri qalib gəlir və bununla da Kiçik Asiyada əsas siyasi gücə çevrilmiş olurlar və Ərəb xəlifəsi, Abbasi xəlifəsi bu qələbənin görə ona dini xilaskarı və İslamın nuru adını verilmiş olur. Həmçinin tarixini qeyd etməliyik ki, Malazgirt döyüşündə Bizans İmperatoru Roman Diyogen əsir düşür, məcbur olub Səlcuqlarla müqavilə imzalayır, onlara vergi verməyə başlayır. Lakin Alparslan əsas düşmənlərindən biri olan Qaraxanlar üzərində qələbə qazana bilmir və Qaraxanlar tərəfindən öldürülür. Daha sonra hakimiyyətə gəlir Sultan Məlikşah, hakimiyyət 1072-1092. Səlcuqlu dövlətinin ən güclü zamanlarıdır və ona cahan hökmdarı deyirlər. Qeyd etməliyik ki, Məlikşahın uğurlarında sözsüz ki, onun vəziri olan Nizam-ül-Mülkün də qeyd etməliyik adını. Belə ki, Məlikşah daxildə mühüm islahatlar keçirir. O, vahid ölçü çəki pul sistemi tətbiq edilir ölkədə. Həmçinin hərbi islahat keçirir. Həmçinin deyə bilər ki, Məlikşah hakimiyyəti gələndən sonra Qaraxanları tabe edir və Qaraxanlardan vergi almağa başlayır. Biz bunları ümumi tarixdə qeyd etmişik. Həmçinin Bizansdan daha çox vergi alır. Məlikşah 1802-ci ildə Şəhbadilər dövləti varlığından son qoyur. Lakin Şəhbadləri tutan, tabe edən Toğrul idi. Şəhbadilər varlığından son qoyan isə Məlikşahın zamanında olmuşdur. Həmçinin Məlikşah daha çox ilk fotoğraflarını paylaşmağa başlayır ki, hakimiyyəti möhkəmləndirsin. Məlikşahdan sonra hakimiyyətə gəlir Sultan Səncər. Həmçinin biz qeyd etməliyik ki, Məlikşahın ölümündən sonra 1096 və 1099-cu illərdə Səlcuqlulara Səlibçilər, xristiyan dövlətlər yürüş edir. Nəticədə Səlcuqlular Anadolu dənizindəki Suriya və Fələstin ərazisi itirilir. Sonuncu hökmdar Sultan Səncər, hakimiyyət 1118-1152-ci ildə. Onun dövründə üsyanlar, həmçinin qeyri-müsəlman olmaq Qarakitaylara məğlubiyyət olur və dövlət parçalanır. Dövlətin ərazisində çoxlu Atabəylər adlı dövlətlər yaranır. Yəni, Atabəylər Səlcuqlu sultanların, övladlarını tərbiyə edənlər idi və daha sonra onlar müstəqil dövlətlər yaratmışlar. Azərbaycan tarixində Səlcuqluların Azərbaycana gəlməsinin mühüm nəticəsi oldu. Belə ki, bir daha qeyd edək ki, Səlcuqlular gələnə qədər Azərbaycanda feodal dağınıqlığı var idi. Nəticələr: 1. Azərbaycan vahid halda Səlcuqlu tərkibinə daxil olmuş oldu. 2. Bunun müsbət tərəfləri oldu. Çünki ölkədə vahid ölkəki pul sistemi tətbiq olundu. 3. Azərbaycan Bizans Erməni güclərinin hücumlarından xilas oldu. 4. Belə ki, Səlcuqlular gələnə qədər kilsənin mühüm planları var idi Azərbaycanla bağlı. Onlar Cənubi Qafqazda Azərbaycanı xristianlaşdırmaq istedi. Bu alınmadı. Həmçinin nəticələrindən biri deyə bilər ki, Cənubi Qafqazda İslam-Türk amili əsas siyasi qüvvəyə çevrildi. Həmçinin də türklərin 3-cü böyük axını olmuşdur. Qeyd etməli ki, türklərin ilk axını eradan 7-ci əsrdə İskit Kimilsak, ikinci axını 4-7-ci əsrdə Hunlar, Sabirlər, Basirlər, Xəzər türkləri, 11-ci əsrin ikinci əsrində isə həmçinin 1-ci əsrdə Səlcuqlu Oğuzlarının gəlişi olmuşdur və dərsimizi bununla